Ladies and gentlemen, please welcome the fighter to the blue corner from Kazakhstan, representing Alma-Ata Sport Club, Qazaqstan Respýblıkasy. Ringin kırmızı küncüne davet olunur onun rakibi. Azerbaycan'dan olan dövüşçü. TT Fight Club'un temsilcisi. Ladies and gentlemen, please welcome his opponent to the red corner from Azerbaijan, representing TT Fight Club, Vikar Snake Mehmetsade. Canımlar 66 kilogram çeki derecesinde yarış iştirakçılarını sizlere takdim edeyim. Ladies and gentlemen, let me introduce you fighters in 66 kilogram weight category. Ringin gökyüzünde olan dövüşçü. The fighter in the blue corner. Yaşı 22, boyu 173 santimetre. His age 22 and height 173 centimeters. Pankreasyon üzere dünya şampiyonu. World Champion of Pancreation. Hanımlar ve canımlar, karşınızda Kazakhstan'dan olan dövüşçü, Alma-Ata İdman Klubu'nun temsilcisi. Ladies and gentlemen, please welcome and make some noise to the fighter from Kazakhstan, representing Alma-Ata Sport Club, Qazaqstan. Onun rakibi ringin kırmızı küncünde. His opponent, the fighter in the red corner. Yaşı 26, his age 26. Boyu 178 santimetre. His height 178 centimeters. WMMA versiyasında MMA üzere 2K dünya şampiyonu. 2 times world champion in WMMA version. Hanımlar ve canımlar, karşınızda Azerbaycan'dan olan dövüşçü.
TT, Fuat Kubun temsilcisi. Ladies and gentlemen, please welcome and make some noise. The fighter from Azerbaijan representing TT Fight Club, Vigan Snake Mehmedzade. Vüqar Mehmedzadə, Snake, yəni ilan ləqəbli döyüşçü, Azərbaycan təmsilçisi, TT Fight Club üzvü, 26 yaşı var, boyu 178 cm, WMMA versiyası üzrə 2 qat dünya çempionudur. Rəqibi isə Qazaxstan təmsil edir, Alem Fighters'dən Bektur Siril, 22 yaşı var, 173 cm boya malikdir və panqracı üzrə dünya çempionu Qazaxstanlı idmançı. İlk round başlayır və çox fəal başladı qarşılaşmaya Vüqar Mehmedzadə. Dərhal üstünlüyə yələndi. İndi çalışır ki, rəqibinə zərbələr indirsin. Öz ölkəsində, yəni Qazaxstanda Alem Fighters üzvüdür. İdmançılar bir-birlərinə zərbə endirirlər. Yenə də bir zərbəsi, bu dəfə Vüqar Mehmedzadədən. İlk roundda zərbələr seyircik. Round sonra yaxınlaşır və görək roundun sonları nə ilə yadda qalacaq, hələ ki heç nə baş vermir. Zərbəsi Vüqar Mehmedzadədən. Ayaqla zərbə Qazaxstanlı idmançıdan və Vüqar həmin o zərbədən yayındı müvəffəqiyyətlə.
gerçekleştirebilmedik. Vaxt da bitti. Round sona çatdı. Ve idmançılar indi incəlidir. İkinci round devam edir və hal-hazırda idmançılar bu vəziyyətdə mübarizə aparırlar. Mübarizə devam edir ikinci roundda və üstünlük bəli Vüqar Məmmədzadenin tərəfindədir. Amma hələ ki qələbə qazana bilmir, problem də bundadır və Bektursin Silim Qazaxstan idmançısı mümkün dərəcədə çalışır ki, yaxşı müdafiə olunsun.
da sonralarına yaxınlaşır artıq. İki verir. Maraqlı bir hadisə baş verir. Və indi bəli. Azərbaycan idmançısı ciddi zədə alır. Biraz sonra döyüş. Böyük ehtimalle devam edecek ve... Sesiniz gelsin! Ve mübarizə devam edir ama ikinci raundun sonları da yakınlaşır. Ve 3. round biraz sonra başlayacak. Bu döyüşdən sonra isə artıq kəmər uğrunda qarşılaşma seyr edəcəyik. Qəbələ Döyüş Klubunun üzvü Bəxtiyar Abbasov, təcrübəli idmançımız, Braziliyalı Jose Uedes Tavares ilə üzə gələcək. Pitbull Brothers klubunun üzvüdür öz vətənində Braziliyada. Son 5 dəqiqə başladı artıq bu qarşılaşmada. Sonuncu reyting döyüşüdür. Bu qarşılaşmadan sonra kəmər uğrunda maraqlı qarşılaşma bizi gözləyir. Günün əsas döyüşü biraz sonra başlayacaq.
Qazaxstan idmançısı fəallaşıb. Vektor Silsilim rəqibinə zərbələr endirir. Vüqar Məmmədzadə isə özünə xas hərəkətlərlə mübarizəni davam etdirir. Ringdə yumruq zərbəsi Vektor Sildən və Vüqar Məmmədzadə hücumu itirib. Çox çətin vəziyyətləri və bəli, Qazaxstan idmançısı qələbə qazandı. Bir anlıq özünü itirdi Vüqar Məmmədzadə və bundan istifadə etdi. Vektor Silsilim Qazaxstan idmançısı rəqibini texniki nokautla məğlub etdi. Çox maraqlı bir sonluq qarşılaşmada. Heç kimin gözləmədiyi bir anda Vektor Silsilim bir zərbə ilə Vüqar Məmmadzadəni çox çətin vəziyyətə saldı və artıq Azərbaycan idmançısı rəqibinə qarşılıq verə bilmədi və yekunda qələbə Qazaxstan idmançısının oldu. Vektor Silsilim bu döyüşdə qələbə qazandı. Ladies and gentlemen, the winner of the fight in 66 kilogram weight category. Üçüncü roundun üçüncü dəqiqəsində texniki nokautla rəqib üzərində qələbə qazanır. Qazaxstan